Salam, hörmətli həmkarlar və hörmətli abituriyentlər. Bugün biz sizlərlə birlikdə bəzi molekullarda hibridləşmə mövzusuna toxunacağıq. Qeyd etmək istəyirəm ki, bundan qabaq dövrə məsələləri və olium məsələləri haqqında izah çəkmişdim və orada sorğu qoymuşdum. Müəllimlərin əksəriyyəti hibridləşmə, bəziləri tarazlıq, bəziləri də sürət mövzusu haqqında izahların olmasını xahiş etdilər. Növbəti izahlarda onları mütləq nəzərə alacağam. Bugün isə hibridləşmə haqqında danışmaq istəyirəm. Deməli, hibridləşmə əvvəlcə gəlin görək nə deməkdir. Atomda enerjiləri bir-birindən az fərqlənən, məsəl üçün S və P orbitalları eyni enerjili və eyni formalı orbitallar əmələ gətirir ki, bu orbitallar, hibrid orbitalları, bu prosesin adına isə hibridləşmə prosesi deyilir. Əmələ gələn hibrid orbitalları fəzada bir-birindən maksimum uzaqlaşır və yalnız sigma rabitələr əmələ gətirir. S və P orbitalları 3 cür hibrid orbitalı əmələ gətirə bilər. sp3 hibridləşmə yarada bilərlər, sp2 hibridləşmə yarada bilərlər və sp hibridləşmə yarada bilərlər. Biz sp3, sp2 və sp hibridləşməsinə karbon misalında nəzər yetirəcəyik. Amma onu demək istəyirəm ki, hibridləşmə təkcə karbona aid deyil. Dövrü sistemdə fikir versəniz, birinci qrup elementləri üçün hibridləşmə ümumiyyətlə görmürük. İkinci qrup elementlərindən məsəl üçün berilyum olsun, sink olsun, bunların bəzi birləşmələrində hibridləşmə mövcuddur və ikinci qrupda bax 2 rəqəmi elə yadda saxlayırıq ki, 2 rəqəmi 2 nə deməkdir? sp hibridləşmə, deməli ikinci qrup elementləri üçün sp hibridləşmə xarakterikdir. Üçüncü qrupda 3 rəqəmi S, P2, S üstü 1, P üstü 2 elə düşünə bilərsiniz. Toplayanda 3 elədir. Deməli, ikinci qrup elementləri üçün əsasən SP, üçüncü qrup elementləri üçün SP2, üçüncü qrupdan bor H3, alüminium H3, alüminium xlor3 kimi birləşmələrdə SP2 hibridləşmə görə bilərik. Dördüncü qrup elementlərindən karbon üçün həm SP, həm SP2, həm də SP3 hibridləşməsi xarakterikdir. Birazdan danışacaq o haqda. Beşinci qrup elementlərindən azotu görürük. Əsasən hibridləşmiş vəziyyətdə bu amonyak molekulunda SP3 hibridləşmə yaradır. Altıncı qrup elementlərindən oksigen su molekulunda, ondan sonra üzvü birləşmələrdən əsasən spirtlərdə, fenollarda, sadə efirlərdə və s. oksigeni SP3 hibridləşmə vəziyyətində görürük əsasən. 7-ci qrup elementləri üçün hibridləşmə xarakterik deyil, həmçinin 8-ci qrup elementləri üçün də bunu görmürük. İndi əvvəlcə belə bir qayda demək istəyirəm sizə ki, hibridləşməni biz hardan bilək ki, hansı molekulda hansı hibridləşmə mövcuddur, biz hardan bilə bilərik. Deməli, hibridləşməni tapmağın qaydası, deməli, molekulda olan sigma rabitələrin sayının üzərinə cüt elektronlu orbital sayına gəlməli. Cüt elektronlu orbital deyəndə xarici təbəqədəki cüt elektronlu orbitallardan söhbət gedir. Yəni, molekula baxırıq, nə qədər sigma varsa, sigmaları toplayırıq. Üzərinə gəlirik xarici təbəqədəki cüt elektronlu orbital sayını və beləliklə aldığımız rəqəmə uyğun hibridləşməni müəyyənləşdiririk. İndi birazdan o haqda da yenə ətraflı danışacağıq, hər molekul üçün ayrı-ayrı baxacağıq. Bir də 6-cı qrupda unutdum, SO2 və SO3 molekulunda da hibridləşmə var. Belə ki, SO2 və SO3 molekulu üçün sp2 hibridləşmə xarakterikdir. İndi deyirsiniz ki, bəs biz hardan bilək ki, hansı molekulda hansı hibridləşmə var? Əvvəlcə gəlin sp3 hibridləşməsi haqqında danışaq. Deməli, sp3 hibridləşmə necə olur ki, yaranır? Deməli, məsəl üçün deyək ki, bizə verib metan molekulu. Biz hardan bilək ki, burada sp3 hibridləşməsi var? Dedik ki, hibridləşmənin tapmaq üçün, hansı hibridləşmə olduğunu, molekulda hansı hibridləşmənin olduğunu tapmaq üçün düsturumuz sigma rabitə sayı üstə gəl cüt elektronlu orbital sayıdır. Metan molekulu açıq şəkildə yazsaq, görürük ki, burada nədir? 4 sigma rabitə mövcuddur karbon hidrogenlər arasında və karbon sıra nömrəsi 6 elektron formulu 1s2, 2s2, 2p2-dir. Aydın məsələdir ki, karbon 4 valentlidə həyəcanlanır, 2s1, 2p3 formasını alır. Və bu zaman karbonun daxili təbəqəsində 1s2 orbitalında 2s cüt elektronları yerləşir və onlar hibridləşmədə iştirak etmir və ümumiyyətlə rabitə yaranmada istifadə olunmur, çünki daxili təbəqədə yerləşir. Xarici təbəqədə isə 2s1-də 1 s elektronu, 2p3-də isə 3 dənə p elektronu nədir? Mövcuddur. Və biz burada metan molekulunda karbonun xarici təbəqəsində heç bir cüt elektronlu orbital görmədik.
Sigma rabitələrin sayı 4-dür, cüt elektronlu orbital sayı 0-dır. 4 ilə 0-ın cəmi bizə 4 rəqəmi verəcək. 4 rəqəmi nəyə xarakterizə edir? sp3 hibridləşməni. S üstü 1, P üstü 3 toplayanda 4 verdi. Deməli, burada sp3 hibridləşməsi mövcud olacaq. Bəs sp3 hibridləşməsi necə yaranır? Deməli, burada metalın xarici təbəqəsində yerləşən bir s orbitalı ilə 3 p orbitalı. P orbitallar bilirsiniz ki, qant ilə bənzər formada yazılır. S orbitallar isə dairə formasında yazılır. Bir s orbitalla 3 p orbitalı belə deyək də sanki qarşılıqlı təsirdə olur. Nəticədə eyni enerjili və eyni formalı 4 dənə orbital, yəni 4 sp3 hibrid orbitalı yaranır. sp3 hibrid orbitallarını mən çox qəşəng çəkə bilmirəm. Bax, bu formada çəkəcəyik. Elə bir ki, bir tərəfi biraz böyük, bir tərəfi biraz balaca. Yəni, bu formada çəkəcəyik sp3 hibrid orbitallarını. Və yenə deyirəm, baxın, bu karbonun ki, xarici təbəqəsində bir s orbitalı, 3p orbitalı var. Onlar bir-birindən qarşılıqlı təsirdə olur. Sanki 4 sp3 hibrid orbitalı yarandı. Bax, buradan oxu çəksək, 4 eyni enerjili və eyni formalı orbitallar yarandı. Və orbitalların içərisində elektronları yerləşdirsək, hərəsinin içində bir tək elektron mövcuddur və hansı hibridləşmə, hansı hibrid vəziyyətindədir? Bax, bunlar hamısı sp3, bax, bu orbitallar sp3, istəyirsiniz lap yuxarıdan da yaza bilərəm. Bax, bu sp3-dür. Hər 4 orbital, 4-ü də sp3 nədir? Orbitalıdır. Yəni, metan molekulunda mərkəzi atom karbon sp3 hibridləşmə vəziyyətindədir. Həmən karbonun 4 dənə sp3 hibrid orbitalı var. 4 sp3, 4-ü də sigma rabitə yaranmada istifadə olunur və bu zaman metan molekulunda karbonla hidrogenlər arasında, bax, görürsünüzmü? 4 dənə sigma rabitə var. Həmən sigma rabitələr karbonun deməli sp3 ilə, deməli karbonun sp3 ilə hidrogen s orbitalının qapanması hesabına yaranır. sp3s qapanması, sp3s qapanması, sp3s, sp3s qapanması hesabına burada 4 dənə sigma rabitə gördük. Hidrogen hibridləşməyibdir. Onun qeyri-hibrid s orbitalı karbonun sp3 hibrid orbitalından birləşərək sigma rabitə yaradır. Belə. Deməli, bu oldu metan molekulunda sp3 hibridləşməni göstərmək. İndi gəlin sp2 hibridləşmə. Karbonda həmçinin sp2 hibridləşmədə mövcuddur. Hansı molekullarda olur? Məsəl üçün, talan bizə deyir ki, etilen molekulunu təsəvvür et. Etilen molekulu CH2, 2 qat rabitə CH2. Və deyirik ki, qaydamız nə idi? Karbonu yenə yazırıq. Bax, sıra nömrəsi 6, elektron formulu 1s2, 2s2, 2p2. 4 variantli olduğuna görə həyəcanlanır 2s1, 2p3 formasını alır. Daxili təbəqədə bir rabitə yaramada iştirak etməyən qeyri-hibrid s orbital var. Onu yazmıram, ondan işimiz yoxdur zaten. Xarici təbəqədə yerləşən 3 dənə p orbitalını yazdım. Elektronları orbitallarda yerləşdirdik. Və deyirik ki, hibridləşmənin növünü müəyyənləşdirmək üçün sigmanın üzərinə cüt elektronlu orbital gəlməli. İndi etilen molekulunda məsəl üçün deyək ki, bu karbonu təsəvvür edirəm. Bax, karbonu yazdım, ətrafına 2 hidrogen yazmışam. Və burada hansı sigma rabitələr mövcuddur? 1, 2, 3. Bu karbon üçün 3 sigma rabitə mövcuddur. Deməli, 3 sigma üstə gələcək. Cüt elektronlu orbital sayı. Xarici təbəqədə cüt elektronlu orbital görmürəm. Çünki bütün elektronlar hamısı təkdir orbitalların içərisində. Deməli, cüt elektronlu orbitalımız 0-a bərabərdir. 3 ilə 0-ın cəminə 3 verəcək. 3 nəyi göstərir? 3 rəqəmi S üstü 1, P üstü 2. Yəni, sp2 hibridləşməni göstərir. Demək ki, etilendə karbon üçün sp2 hibridləşmə xarakterikdir. Və bu zaman karbonun xarici təbəqəsindəki bir S orbitalı ilə 2P orbitalı hibridləşərək 3 dənə sp2 hibrid orbitalı yaradır. Deməli, nə yaratdı? 3 dənə eyni enerjili və eyni formalı sp2 hibrid orbitalı yaratdı və bir dənə də qeyri-hibrid p orbitalı qalıb kənarda. Bu isə qeyri-hibrid p orbitalıdır. Və dedik ki, hibrid orbitalları sigma rabitə yaradırlar. İndi burada 3 dənə sp2 varsa, 3 dənə sp2, bax, bu qara ilə işarə eləmişəm. 1, yuxarıda 2, 3. 3 dənə həmin o sigma rabitələr karbon həmin sp2 hibrid orbitalları hesabına yaranır. Və orada karbon öz sp2-sini istifadə edib hidrogen s-ini, məsəl üçün 1 sigma rabitə yaradıb. Növbəti sigma rabitə yenə karbonla hidrogen arasındadır. Hidrogen hibridləşmədiyinə görə onu S şəklində yazırıq. Karbon sp2-dən hidrogen S hesabına sp2s növbəti sigma rabitə yarandı. Ortada isə digər sigma rabitə bir karbon sp2-si ilə digər karbon sp2-sinin qapanması hesabına yarandı və göründüyü kimi haşiyə aldığım sp2-lər mənim o bayaqdan analiz elədim karbona aiddir və həmən karbon 3 dənə sp2 hibrid orbitalını gördük. Və əlavə olaraq burada bir dənə pi rabitəsi mövcuddur. Baxın, karbon-karbon arasında qeyri-polar
pi rabitə mövcuddur. Həmin pi rabitənin yaranmasında bu karbon özünün qeyri-hibrid pi orbitalı, hansı ki, bax, hibridləşmədə iştirak etmədi, həmin o qeyri-hibrid pi orbitalından istifadə edib rabitə yaradır. Digər karbonda da təbii ki, bu cür analiz edəcəyik. Onun da bir dənə qeyri-hibrid pi orbitalı var. Həmin qeyri-hibrid pi orbitalları bax, bu formada bir-birini qapayaraq pi rabitənin yaranmasında iştirak edirlər. Bu da oldu etilen molekulunda sp2 hibridləşməni göstərmək. Yəni belə də yaza bilərsiniz. Bir s orbitalı, bax, etilendə karbonun xaric təbəqəsindəki bax bu bir s orbitalı ilə 2 dənə p orbitalı, bunu çəkməyi unutmuşdum, ona görə təzədən yazıram. Qarşılıqlı təsirdə olur, sanki 3 dənə sp2 hibrid orbitalı yaradır. Bunlar da elə bir ki, bax, bu formasında sanki armuda bənzəyir də, bax, bu formada göstərik. Və əlavə olaraq da onun bir dənə qeyri-hibrid pi orbital qantelə bənzər formada kənarda qalıbdır. Baxın, bunlar hamısı sp2-dir. Bu da sp2-dir, bu da sp2-dir, bax, bu da sp2-dir. Bu sonda yazdığım isə qeyri-hibrid pi orbitaldır, hansı ki, pi rabitə yaranmada iştirak edir. sp2 hibrid orbitalları isə sigma rabitənin yaranmasında iştirak edirlər. İndi gəlin sp hibridləşməni xarakterizə eləyək. Məsəl üçün, asitlen molekulu üzərindən nümunə çəkək ki, görək bunda necə olub ki, sp hibridləşməsi yaranıbdır. Asitleni yazıram, CH, 3 qat rabitə CH, düsturumuz həmən düsturdur. Sigma üstə gəl, cüt elektronlu orbital sayı, karbon sıra nömrəsi 6-dır, elektron formulu 1s2, 2s2, 2p2-dir. Karbon yenə burada 4 valentlidir və həyəcanlanıb 2s1, 2p3 formasını alıbdır və karbonun xaric təbəqəsində bir s orbitalını görürük. 3 dənə də p orbitalını görürük və burada etilen molekulunu təsəvvür edək, daha doğrusu asitlen molekulunu təsəvvür edək, karbon, ətrafındakı bax bu hidrogen. Burada göründüyü kimi bu karbonun bax bu hidrogenlə bir sigması var. Növbəti karbon-karbon arasında bir dənə qeyri-polyar sigma var. Cəmi 2 dənə sigma gördük. Çünki yerdə qalan rabitələr bu karbona məxsus olan yerdə qalan 2 dənə rabitə pi rabitəsidir. O zaman sigma rabitə 2-dir. Üzərinə gəlirəm, karbonun xaric təbəqədə artıq cüt elektronlu orbitalı qalmayıbdır. Çünki həyəcanlanıb hamısı tək elektronlarla dolub orbitallar. Cüt elektronlu orbitalı 0-dır. 2-nin üzərinə 0 gəlsə 2 rəqəmi verəcək. 2 də bilirik ki, sp hibridləşməni xarakterizə edir. S üstü 1, P üstü 1. Demək, bu karbon üçün sp hibridləşmə xarakterikdir. Və burada bir S ilə bir P orbitalı qarşılıqlı sanki təsirdə olur, belə düşünün. 2 dənə sp hibrid orbitalı yaradır. Bax, bunlar sp hibrid orbitalar da eyni enerjili və eyni formalı orbitallardır. Əlavə olaraq da karbonun 2 dənə qeyri-hibrid p orbitalı. Bax, bunlar da qeyri-hibrid p orbitallardır. Hər karbonun 4 orbitalı rabitə yaranmada iştirak edir. Çünki karbon 4 valentlidir və ondan 2 dənə, burada sp vəziyyətdədirsə 2 dənə, hər karbonun 2 dənə sp hibrid orbital var, hansı ki, onlar sigma rabitələrin yaranmasında iştirak etdilər. Burada məsəl üçün sigma rabitə karbonla hidrogen arasında mövcuddur. sp-s qapanması hesabına bir sigma rabitə mövcuddur. Növbəti sigma rabitə bir karbon sp-sindən, bax, bu növbəti karbonda da bu sigma rabitə həmin belə deyək də bu karbonla növbəti digər karbon arasındakı o qeyri-polyar sigma rabitə həmin karbonların sp orbitallarının qapanması hesabına yaranır və birinci karbon üçün 2 dənə sp-ni təsəvvür elədiyi sigma rabitələrin yaranmasında iştirak edib və həmin karbonun 2 dənə də nə var? Qeyri-hibrid pi orbital var. Bunlar isə göstərdiyim 2 dənə xətlə göstərdiyim pi rabitələrin yaranmasında iştirak edir. Bax, gördünüzmü? 2 dənə pi rabitəsi mövcuddur. Göylə işarə elədim. Biraz qalın çəkdim. Sanki bir-birinə bitişdi, amma 2 dənə pi rabitəsi göstərmək istəyirəm də orada. Həmin o pi rabitələrdə hər karbonun qeyri-hibrid pi, bax, bu karbonun 2 dənə qeyri-hibrid pi orbitalı var. Düzdürmü? Növbəti karbonun da 2 dənə qeyri-hibrid pi orbitalı var və həmin pp orbitalları bir-birini yanından bu şəkildə qapayaraq pi rabitəsinin yaranmasında iştirak edirlər. Aha. Və təsəvvür eləsək, karbonun elə bir, bax, bu xaric təbəqəsində bir s orbitalı və onun xaric təbəqəsində bir p orbitalı qarşılıqlı təsirdə olur. 2 dənə deməli sp hibrid orbital yaradır. Bir s orbitaldan bir p orbitalı 2 dənə sp hibrid orbital yaratdı və 2 dənə də bax bu hibridləşmədə iştirak etməyən p orbitalları qaldı kənarda. Bunlar da pi rabitəsinin yaranmasında iştirak edirlər. Bu da oldu sp hibridləşməni göstərmək asitlen molekulunda. Karbon üçün zaten üzü kimyada çox keçirik. Aydın məsələdir. Qeyri-üzvü birləşmələrdən əsasən soruşulanlar SO2, SO3 molekulunda necə olur ki, sp2 hibridləşmə yaranır. Bir də su və amonyak molekuludur maraqlı olan. İstəyirsiniz gəlin onlara da baxaq. Çox vaxtınızı almayım. Onlara da qısa baxaq. Məsəl üçün deyək ki, bizə deyir ki, SO2 və SO3 molekulunda necə olur ki, sp2 hibridləşmə yaranır. Məsəl üçün SO2-ni təsəvvür etsəniz, SO2 bax bu şəkildə yazılır, bilirik ki. Və burada göründüyü kimi kükürt mərkəzi atom kükürt, deməli 1, 2. 2 nəyi var? Sigma rabitəsi var. Qayda həmən qaydadır. Sigma üstə gəlinsin cüt elektronlu orbital sayı.
Nəyi var? Kükürdün 2 dənə sigma rabitəsi var. Üzərinə gəlməliyəm də kükürd burada 4 valentlidir. Kükürdün sıra nömrəsi 16-dır. Elektron formulu xaric təbəqə üçün 3s2, 3p 4 şəklində yazırıq və 3d0, d-də də boş orbitalı mövcuddur və həyəcanlanma nəticəsində, baxın burada 4 valentlidir, 4 valentli olmalıdır. Deməli 4 dənə tək elektron yazmalıyıq və bu həyəcanlananda 3s2, 3p3, 3d1 formasını alanda 4 valentli olur da, düzdürmü? 3s2-də cüt elektronlu orbitalı var. 3p3-də 3 dənə tək elektronu var. 3d1-də isə 5 dənə xananı çəkdik. Bir dənə də tək elektron burada yerləşdirdik və görürük ki, burada kükürd 4 valentlidir, düzdürmü? Yəni 4 valentə uyğun elektron formulunu yazmışam kükürd atomunu. Və burada 2 sigmamız var. Üzərinə gəlməliyik cüt elektronlu orbital. Bunda xaric təbəqəsində cəmi bir dənə cüt elektronlu orbitalı var. Deməli 2-nin üzərinə 1 gələcək, 3 verəcək bizə. 3 nəyə xarakterizə edirdi? sp2 hibridləşməni. Deməli burada SO2-də sp2 hibridləşməsi mövcud olacaq. Və yaxud da ki, SO3 molekulunda da həmçinin SO3 molekulunda kükürdü yazırıq. Ətrafına oksigenləri düzürük, göründüyü kimi. Və burada kükürd yenə sıra nömrəsi 16-dır. Elektron formulu qısa şəkildə 3s2, 3p4 yazırıq. Amma burada kükürd 6 valentlidir. Göründüyü kimi kükürddən 6 xətt çıxıb 6 valentlidir və 6 valentə uyğun həyəcanlandırsaq onu, kükürd atomunun elektron formulu 3s1, 3p3, 3d2 formasını alacaq və bu zaman burada heç bir cüt elektronlu orbital yoxdur. S-də də bir tək, P-lərdə 3 dənə tək, D-də isə 2 dənə tək elektron var. Deməli, xaric təbəqədə cüt elektronlu orbital yoxdur. Sigma isə 3 dənə sigma var. Hansı sigmalardır? Baxın, 1, 2, 3. 3 sigma üstə gəl 0 bizə 3 rəqəmi verəcək. 3 rəqəmi yenə də sp2 hibridləşməni xarakterizə edir. Deməli, SO3 molekulunda da sp2 hibridləşmə olduğunu müəyyənləşdirmiş olduq. İndi isə gəlin su və amonyak molekulunda hibridləşmə haqqında danışaq. Bu da çox maraqlıdır. Burada məsəl üçün bəzən sual verirlər ki, bəs orada həyəcanlanma olmadı. Necə olur ki, suda və amonyakda hibridləşmə mövcud olur? O məcbur deyil ki, həyəcanlanma olsun. Yəni oksigen suda mərkəzi atom həyəcanlana bilmir, amma hibridləşə bilir. Məcbur deyil ki, biz orada həyəcanlanmanı göstərək. Və yaxud da ki, amonyakda mərkəzi atom azot həyəcanlanmamış vəziyyətdədir və həyəcanlanmasa belə o hibridləşmə yarada bilir. İndi gəlin baxaq. Məsəl üçün su molekulunu təsəvvür eləsək, orada oksigen sıra nömrəsi 8, elektron formulu 1s2, 2s2, 2p4-dür. Aha. Və bilirik ki, oksigen həyəcanlana bilmir. Onun xaric təbəqəsində 2s2-də cüt elektronlu orbitalı var. Bir dənə 2p4-də isə elektronları orbitallarda yerləşdirdik bu formada və su molekulunu bu şəkildə çəkək quruluşunu. Aha, burada göründüyü kimi mərkəzi atom oksigen hidrogenlə aralarında 2 dənə sigma rabitə var. Düsturumuz həmən qaydadır. Sigma üstə gəlinsin cüt elektronlu orbital sayı. Deməli nə var? Burada 2 dənə sigma rabitə var. Deməli sigmalarımız 2-dir. Üzərinə gələcəm cüt elektronlu orbital. Görürük ki, cüt elektronlu orbitalımız 2 dənədir. Hansılardır? Xaric təbəqəyə baxırıq. 2s2-də 1, 2p4-də də 1. Hərəsindən bir dənə cüt elektronlu orbital olanda 2-nin üzərinə 2 gələndə bizə 4 rəqəmi verəcək. 4 rəqəmi nəyə xarakterizə edir? sp3 hibridləşməni. Demək ki, su molekulunda mərkəzi atom oksigen sp3 hibridləşmə vəziyyətindədir. Burada maraqlı nüans nədir? Deməli, baxın, burada xaric təbəqədəki deməli, bir s orbitalı ilə 3 dənə p, bax, bu hal-hazırda haşiyə aldığım hissə var ha. Bir s orbitalı 3 dənə p orbitalı hibridləşərək nə əmələ gətirir? 4 dənə sp3 hibrid orbital yaradır. İstəyirsiniz bunu pozum daha belə səliqəli yazaq, daha aydın olsun. Baxın, bu s orbitalı 3 dənə p orbitalı hibridləşərək 4 dənə sp3 hibrid orbital yaradır. Nəticədə nə yarandı? Eyni enerjili və eyni formalı 4 dənə orbitalımız yarandı və sp3 hamısı sp3 orbitallardır. 4 dənə sp3'ümüz var və burada birinci sp3'də cüt elektronlu orbitaldır. Bax, bu elə bir sürüşdü aşağıya da, sürüşdürdü elə bunu aşağı. Həmin elektronlar qalıbda orbitalın içərisində. Çünki hibridləşən orbitaldır. Elektron hibridləşmir. Elektron qalıb orbitalın içərisində. Və 2s2-dəki o cüt elektronlu orbital birinci sp3'ün içərisində deyək ki, daxil oldu. Növbəti bax, buradan bu cüt elektronlu orbital gəldi bura. Bu da oldu sp3'ü xarakterizə elədi. Burada tək elektrondur. Digərində də tək elektrondur. Bax, görürsünüzmü? Bax, burada tək elektronlardır. Bunlar da amma sp3'dülər də. Hamısı sp3'dülər. Biraz bunu pozum. İstəyirsiniz aşağıdan yazın. Bu oksigen H. Aha. Bax, gördünüzmü? Biz nə gördük burada? Təsəvvür eləyin. Bax, birinci sp3, ikinci sp3, üçüncü sp3, dördüncü sp3. 4
orbital gördük. Bunlar hamısı hibridləşmiş sp3 hibrid orbitallarıdır və hamısının da içərisində elektronları göstərdik. 2 dənə cüt elektronlu orbitaldır sp3 sp3-lər. Növbəti sp3-lər isə tək elektronlu orbitallardır. Və nə baş verdi? Burada oksigen deməli sp3 hibridləşmə vəziyyətinə keçibdir və biz bilirik ki, sp3 vəziyyətdəki oksigenin 4 dənə sp3 hibrid orbitalı mövcuddur, amma onlardan neçəsi rabitə yaradır? İkisi. Səbəb nədir? İkisinin rabitə yaratmaqda səbəb nədir? Yəni necə olur ki, yaranır, ikisi rabitə yaradır? Çünki belə deyək də, burada oksigen iki valentlidir. Onun iki qolu var, belə deyək loru dildə. Onun iki qolu var və iki valentlidir və onun 4 dənə sp3 olsa da bu iki variantlı olduğuna görə cəmi onun 2 dənəsi rabitə yaranmada iştirak edir. Bax, biri bu, biri də bu. Burada elə bir oksigen sp3-dir, hidrogen də qeyri-hibrid S-dir. sp3 S hesabına birinci sigma rabitə yarandı. Digər halda isə digər sigma rabitə yenə də sp3 S hesabına yarandı və göründüyü kimi oksigen cəmi 2 dənə sp3 hibrid orbitalını rabitə yaratmada istifadə elədi. Yerdə qalan 4 dənə sp3-dən ikisi rabitə yaratdı, ikisi kənarda qaldı və biz bilirik ki, sp3 hibridləşmədə deməli rabitə bucağı 109 dərəcə 28 dəqiqə olur və adətən düzgün tetraedrik quruluş yaranır, məsəl üçün metan molekulunda. Amma oksigendə sp3 hibridləşmədə 4 sp3-dən ikisi rabitə yaradıb, ikisi kənarda qaldığına görə burada artıq bucağın sıxılması prosesi müşahidə olunur və burada 4 dənə sp3-dən ikisi rabitə yaratdı, ikisi kənarda qaldı. Normalda bucaq 109 dərəcə 28 dəqiqə olmalıdır, amma bucaq 104,5 dərəcəyə qədər kiçilir. Və ona görə də su molekulu polyar molekul hesab olunur. Polyar molekul o deməkdir ki, əgər belə deyək də, rabitə əmələ gələn zaman hər hansı bir elementin mərkəzi atomu xaric təbəqəsindəki belə deyək də, cüt elektronlu hansısa bir orbitalı qalırsa və o rabitə yaranmada iştirak etmirsə, bu gəlib molekulu sıxır və onu polyarlaşdırır və beləliklə bu cür molekullar polyar molekullar adlanır və su o səbəbdən polyar molekul olacaq. Və indi deyərsiniz ki, yaxşı, burada gördük ki, 4 dənə sp3-ümüz var. 4 dənə sp3-dən ikisi rabitə yaratdı, ikisi kənarda qaldı. Bəs rabitə yaradanlar hansıdır, rabitə yaratmayanlar hansıdır? Mən yuxarıda göstərmişəm 4 dənə sp3-ü. 2 dənə sp3 cüt elektronludur, 2 dənə sp3 tək elektronludur. Və biz bilirik ki, rabitəni tək elektronlu orbital yaradar. Ona görə də burada oksigenin 4 dənə sp3-ü, hansı ki, ikisi cüt elektronlu orbitallandır, ikisi tək elektronlu orbitaldır. Bax, 2 dənə bu tək elektronlu sp3-lər var. Onu da istəyirsiniz, gəlin biraz fərqli rənglə göstərim. Biraz böyüdək. Bax, bu tək elektronları olan sp3-lər var. Həmin o sp3-lər sigma rabitə yaramada istifadə olunur və cüt elektronlu sp3-lər isə rabitə yaramada istifadə olunmur, kənarda qalır, bucağı sıxır və 104,5 dərəcə olur burada rabitə bucağı. Bu oldu su molekulunda. Bir də SO2 molekulunda da belə müşahidə olurdu. SO2 molekulunu bayaq dedim, onu unutdum deməyə. Dedik ki, bax, SO2 molekulunu belə təsəvvür edir də, düzdürmü? Burada sp2 hibridləşmə mövcuddur və bir mərkəzi atom kükürdün 3 dənə sp2 hibrid orbital var. Lakin o 3 dənə sp2 hibrid orbitaldan cəmi ikisini rabitə yaratmaqda istifadə edə bilir. Niyə? Çünki sigma rabitə, sp2-lər sigma yaradır axı. Burada da 2 dənə sigma var da. Biri bu sigmadır, biri də digər bu sigmadır və məsəl üçün və bu sigmalarda hər kükürd özünün sp2-lərini istifadə edir. İndi kükürdün 3 dənə sp2-si var, ikisini rabitə yaratdı, biri kənarda qaldı. Çünki 3 dənə sp2 olsa da sigma üçün, axı burada belə deyək də, kükürd bu sp2-ləri sigma üçün istifadə etməlidir. Bunun 2 dənə sigması var. 2 dənə sigma üçün 2 dənə sp2 istifadə edəcək. 3 dənə sp2 olsa da biri kənarda qalacaq. Və ona görə də SO2 molekulu polyar molekuldur. Çünki o istifadə etməyib də orbitalların hamısını rabitə yaratmaqda, kənarda qalanı var. Ona görə də SO2 molekulunda biz polyarlığı müşahidə edirik. Molekul polyardır. Amma SO3-də belə deyil. SO3-də də sp2-dir, amma SO3-də 3 dənə sigma var. Bax, bu şəkildə yazırıq da SO3, düzdürmü? Və burada 3 dənə sigma var və üçündə də gəlib həmin o sp2 hibrid orbitalları rabitə yaranmada istifadə olunur. Ona görə də orada artıq qeyri-polyar molekul olur. Polyar yox, qeyri-polyar olacaq SO3. SO2 isə polyar molekul olacaq. Amoniakı gəlin istəyirsiniz təsəvvür eləyək. Amoniak da çünki maraqlıdır. Amoniakı yazırıq NH3. Burada mərkəzi atom azot. Sıra nömrəsi 7, elektron formulu 1s2, 2s2, 2p3-dür. Və burada da həyəcanlanma mümkün deyil. Və amoniak molekulunu təsəvvür eləsək, azotu yazdıq, ətrafını 3 hidrogen düzdük və göründüyü kimi burada nə görürük biz? 3 sigma rabitə görürük. Daha səliqəli yazaq. Mənim xəttim biraz yaxşı deyil, amma ki, belə dillə ifadə edirəm. Yəqin ki, aydın olur sizə. Və burada göründüyü kimi amoniak molekulunda nə var?
3 dənə belə deyək də sigma rabitə var. Düsturumuz nə idi? Sigma üstəgəlinsin cüt elektronlu orbital sayı. İndi burada düsturu biraz bu tərəfdən yazaq, birdən bizə lazım olar yer. Sigma üstəgəlinsin cüt elektronlu orbital sayı dedik və burada göründüyü kimi həyəcanlanma yoxdur, mümkün deyil həyəcanlanma. Xarici təbəqədə 2s2-də cüt elektronlu orbitalım var. 2p3-də isə tək elektronları yazdıq və göründüyü kimi 3 dənə sigmam var. Xarici təbəqədə bir dənə cüt elektronlu orbital var. 3 ilə 1-in cəmi mənə 4 verəcək. 4s+1 p+3, yəni sp3 hibridləşməni xarakterizə eləyir. Demək ki, buradan başa düşdük ki, amonyak molekulu yaranan zaman azotun xarici təbəqəsindəki 1s orbitalından 3 dənə p orbitalı qarşılıqlı təsirdə olaraq 4 dənə sp3 hibrid orbitalı yaradır. Bax, bunu belə təsəvvür edirik. 4 dənə eyni enerjili və eyni formalı orbitallar yarandı, hansı ki, bunlar sp3 hibrid orbitallarıdır. Və buradan sürüşdürsək, bax, bu cüt elektronunu gətirək bura yazaq. Bu birinci sp3'im oldu. Digərlərində artıq tək elektronlu orbitallardır və bunlar da hamısı nədirlər? sp3, sp3, sp3 göründüyü kimi 4 dənə sp3 gördük. Və amonyak molekulunda azot 3 valentlidir, 3 dənə sigma rabitə yaradır. Baxmayaraq ki, onun 4 dənə sp3'ü var, onun cəmi 3 rabitə yaradacaq. Demək ki, burada da bir sp3 hibrid orbitalı kənarda qaldı, rabitə yaranmada istifadə olunmadı. Və bu da nə edəcək? Təbii ki, gəlib bucağı sıxacaq və burada da sp3 hibridləşmə olduğuna görə düşünə bilərdik ki, rabitə bucağı olmalıdır. Deməli 109 dərəcə 28 dəqiqə, amma burada da sıxılma müşahidə olunduğuna görə bucaq 107 dərəcəyə qədər kiçilir. Çünki bir dənə sp3 vəziyyətdə cüt elektronlu orbital rabitə yaranmada iştirak edə bilmədi. Ona görə də bucaq qısalır, balacalaşır da, belə deyək də, qısalır deyil, yəni kiçilir, belə deyək. Və ona görə də amonyak molekulu da polyar molekul hesab olunur. Çünki bütün belə deyək də orbitallardan hamısından istifadə etmədi. Cüt elektronlu orbitallardan biri qaldı kənarda və rabitə yaranmada iştirak edə bilmədi. İndi yenə deyirəm, bax, buradan sual verərlər ki, bəs bu 3 sigma rabitənin yaranmasına, bax, burada görürsünüzmü sigma rabitələri göstərsək, birinci sigma, ikinci sigma, üçüncü sigma. Bu sigmalar amonyakın sp3 hidrogenin S-i, amonyakın sp3 hidrogenin S-i, amonyakın sp3 hidrogenin S hesabına yaranır və hansı sp3'lərdir burada? Təbii ki, tək elektronlu, bax, bu sp3'lərdir və sp3'in biri hansı ki, cüt elektronlu sp3'dür, o kənarda qalıb və rabitə yaranmada iştirak etməyibdir. Belə. Bir də bayaq deməyi unutdum. sp2 hibridləşmədə bilirik ki, rabitə bucağı 120 dərəcə, sp hibridləşmədə isə rabitə bucağı 180 dərəcə təşkil edir və sp hibridləşməsi olan molekullar, məsəl üçün asetilin xətti quruluşludur. Çünki bucaq 180 dərəcədir. 180 dərəcə bilirsiniz ki, xətti quruluşu xarakterizə eləyir. Belə, bugün demək istədiklərim bundan ibarət idi. Ümidvaram ki, sizlərə yardımcı ola bildim, kömək edə bildim. Nəsə bir qüsurumuz oldusa üzrlü hesab edin və bundan sonra hansı mövzuların izahını istəyirsinizsə atarsınız, şərh bölməsində yazarsınız və yaxud da ki, WhatsApp-da yazarsınız, qeyd edərsiniz. Mən növbəti çəkilişlərimi sizin istəyinizə uyğun inşallah ki, reallaşdıraram. Belə, yəqin ki, növbəti dəfələrdə tarazlıq, sürət, buna aid də bəzi məsələlərin izahlarını verərəm sizə yardımcı olmaq məqsədi ilə. Belə, uğur olsun, əziz həmkarlar, sağ olun.